Salam, hər vaxtınız xeyir, əziz və dəyərli tamaşaçılar. Hər birinizi sağlam səhət verilişində yenidən xoş gördük və bugün də biz işimizin başındayıq. Çox maraqlı bir mövzu ilə sizin qarşınızdayıq, əziz tamaşaçılar. Xüsusən də balaca övladı olan valideynlər ekran qarşısına yaxın əyləşin. Sizin üçün çox maraqlı bir mövzu olacaqdır. Uşaqlarda qəbizlik və bunun yaratdığı fəsadlar haqqında söhbət aparacağıq və qonağımız uzman uşaq qastrentoloqu Anar Tağıyevdir. Odur ki, gözünüz və qulağınız bizdə olsun. Efirdə sağlam səhətin saatıdır və qonağımız uzman uşaq qastrentoloqu Anar Tağıyevdir. Xoş gəlibsiniz, doktor. Teşekkür ederim. Və biz qonağımızla uşaqlarda qəbizlik və qəbizliyin yaratdığı fəsadlar haqqında söhbət aparacağıq. Doktor, nə qəbizlik sayılır uşaqlarda? Qəbizlik ümumiyyətlə 4 yaşı altı və 4 yaşdan böyük olan uşaqlarda bir qədər fərqlidir tanımı. Qabaca belə deyə bilərik. Həftədə 2 dəfədən az nəcis çıxışının olması, ağrılı nəcis ifrazının olması, uşağın nəcis eləyərkən özünü tutması, çox narahat olması, quru və sərt şəkildə nəcis ifrazının olması və ya hər gün eləsə daxil tualeti tıxayacaq qədər yoğun şəkildə nəcis ifrazının olmasına qəbizlik deyilir. 4 yaşından böyük olan uşaqlarda da həftədə 1 və 2 dəfə nəcis qaçırma bura əlavə olunur və uşaqlar arasında olduqca sıx görülən bir durumdur. Nə ilə bağlı olur, doktor, adətən? Məsələn, biz izləyicilərimiz yazır ki, uşaq 2 aylıqdır, ana südü ilə qidalanır, həftələrlə uşaq bayıra çıxmır. Ana südündən qaynaqlanırmı? Çünki bəzi pediatrlar var, təəssüflər olsun ki, ana südünü kəs deyirlər, sənin uşağın, südün uşağa düşmür, südündən qaynaqlanan qəbizlikdir deyən pediatrlar da olur. Əslində səbəb nə olur, doktor, adətən? Təbii ki, səbəblər yaşa bağlıdır daha çox. Hər yaşın öz qəbizlik səbəbi var. Məsələn, 2 aylıq südəmər uşaqda qəbizlik nədən qaynaqlana bilər? 2 aylıq südəmər bir uşaqda qəbizlik qətiyyən və qətiyyən ana südündən qaynaqlanmaz. Hətta belə bir nüans var. İlk 1 ayda, hətta uşaq 10 gündən bir belə böyük bayra keçsə, bu qəbizlik sayılmaz. Qəbizlik adətən, məsələn, 2 aylıq bir uşaq üçün uzun müddətdən bir, məsələn 7-10 gündən bir gedir, qarnı şişir, nəcisi çox quru, sərt şəkildə olursa, bu qəbizlik sayılar. Ümumiyyətlə, ana süd alan bir uşaq üçün 2-3 ayda yediyi qədər çıxması və ya ən az gündə 2-3 dəfə çıxması hədəf nəcis ifrazı belədir. Amma bəzən olur ki, ailəsəl bir səbəbdən, irsi genetik bir səbəbdən uşaqlarda daha gec-gec çıxır, amma yenə də deyirəm, ilk 1 ayda 10 gün belə çıxması qəbizlik sayılmaz, amma həkim müayinə eləməlidir. İlk vaxtlar, dediyiniz kimi, ilk 2 ayda qəbizliyin səbəbi nədir? Birincisi, uşaq nə qədər kiçikdirsə və qəbizlik varsa mütləq müayinə olunmalıdır. Qəbizliyin ümumiyyətlə götürəndə bütün yaş qrupları üzrə 95% səbəbi xəstəlik deyil. Sadəcə 5% xəstəlik sayılır və 1 yaşdan kiçik uşaqlarda da o 5% daha ön plana keçir. Yəni xəstəlikdən qaynaqlanan qəbizlik. Hipotiroidi dediyimiz qalxanvari vəznin zəif işləməsi və yaxud da bağırsaqda anadan gəlmə darlığın olması, anadan gəlmə uzun bağırsağın olması, anusun, anal dəliyin atreziyası, yerində doğru yerləşməməsi kimi səbəblərdən uşaqlarda qəbizlik olur. Bu xəstəlik səbəbi. Bir də qeyri-xəstəlik səbəbi var. Qeyri-xəstəlik səbəbi də uşağın ana südü almaması, süni qida ilə qidalanması, uzun müddət acılıq yetəri qidalanmaması və ya antibiotik müalicəsi alaraq bağırsağının pozulması kimi səbəblərdən də qəbizlik ola bilər. Nə yaxşı, bunu qeyd etdiniz. Əgər bizi izləyən tamaşaçılarımız arasında 1 aylıq, 2 aylıq körpəsi varsa, qeyd etdiyiniz kimi 10 gün bayra çıxmırsa, ana südü alırsa və bayra çıxanda da heç bir qəbizlik əlaməti olmursa, bu valideynlər narahat olmasınlar və övladını süddən kəsməsinlər. Oğlumda belə bir hal olmuşdu, doktor. 2 aylıq idi, ana südü verirdim və uşaq 1 həftə 10 gün bayra çıxmırdı. Pediatr deyirdi, bu qədər olmaz, bağırsağım partlaya bilər. Şamla uşaq bayra çıxırdı. Bayra çıxanda da nəcisində heç bir bərklik və sərtlik olmurdu. Buna baxmayaraq pediatrın tövsiyəsi ilə mən uşağıma ana südündə kəsdim. Dedi, günahkar sən ana südündür. Bu səhvləri heç kəs etməsin və hər dəfə yadıma düşəndə o qədər böyük peşmançılıq çəkirəm ki, bunu etdiyimə görə. Doktor, bir sual da verim sizə. Körpə uşaqlarda da bəzən elə həkim təyinatı ilə şamlardan istifadə edirlər. 1 aylıq uşağa, 2 aylıq uşağa, 3 aylıq uşağa. Buna da istərdim münasibət bildirəsiniz. Şamlarda mümkün qədər istifadə eləməməyi tövsiyə edirik. Bəzən qəbizlik məsələsi doğru anlaşılmır uşaq balaca olanda. Niyə? Əgər uşağın çox ciddi bir sancısı varsa
və ya uşaqda qaz sancısı ola bilər, bu infantil kolik ola bilər. Bunu valideynlər çox zaman qəbizlik kimi anlayırlar və müxtəlif şamlardan istifadə edirlər. Hətta funksional bir durum var, diskeziya deyilən bir durum var uşaqda. 7-8-9 ayına qədər bəzən uzanır və uşaq nəcisə gedərkən ayaqlarını qarnına sıxaraq qıpqırmızı qızarır, nəcis ifrazı bir qədər ağrılı olur. Burada qətiyyən şam olmaz. Çünki şam istifadə edərkən bu anal bölgənin zədələnməsinə səbəb olur və gələcəkdə həqiqi qəbizliyə keçə bilər. Ona görə də nə qədər uşaq kiçikdirsə mütləq müayinə olmalıdır. Doktor, mən sizə təşəkkür edirəm. Çox sağ olun. Hər zaman sizin kimi mütəxəssis həkimlərlə qarşılaşanda o qədər Tanrıya minnətdar oluram ki, nə yaxşı ki, bir nemətdir ki, bu cür həkimlərimiz var və təsəvvür edin ki, yanlış bir yanaşma nəticəsində uşaqlar nələri itirirlər. Və bunları hər dəfə düşünəndə deyirəm ki, kaş sizin kimi yaxşı həkimlər bütün uşaqlar üçün əlçatan olardı, doktor. Kaş. Və ümid edirəm ki, inşallah sizin kimi mütəxəssislərin sayı da ölkəmizdə o qədər çox artsın ki, hər bölgədə, hər kənddə, Azərbaycanın hər nöqtəsində yaşayan uşaqlar üçün bu cür yaxşı həkim xidməti ala bilsinlər. Doktor, gərək ki, uşaq deyək ki, artıq 2 yaşı var, 3 yaşı var, yaxud 4-5 yaşlı bir uşaq düşünək. Artıq uşaqda bir hemoroid düyünü var, artıq bir babasil var. Bundan sonra nə etmək lazımdır, doktor? Deyək ki, artıq babasil yaranıb bir 5 yaşında uşaqda. Təbii ki, babasilin yaranmasına səbəb 2 cür olmuş ola bilər. Hətta daha çox səbəb mümkündür. Bəzən uzun sürə xronik qəbizlikdən hemoroid yarana bilər, amma hər uşaqda yaranmaz. İrsiyyətində meyillilik varsa, atasında, anasında, nənəsində, babasında varsa, bəzən yarana bilir. Bu birinci durum. İkinci durum, heç qəbizlik olmadan bəzən hemoroid düyünü yarana bilir. Bəzən xronik qaraciyər xəstəliyində, qaraciyər daxili təzyiqin artmasında, portal hipertenziya dediyimiz bir durumda hemoroid düyünlər yarana bilər. Amma biz burada daha çox qəbizlikdən yaranan hemoroid düyünlərə diqqət çəkmək istəyirik. Bu artıq qəbizliyin xronikləşməsidir. Hətta Ümumdünya Səhiyyə Təşkilatı da 1 aydan uzun olan qəbizliklərə xronik qəbizlik adı verir və 1 aydan uzundursa, nəcis çox sərtdirsə, qoyun qığı kimidirsə, yoğundursa və bu bağırsağın çıxış hissəsini zədələyərək anal çat, eyni zamanda da hemoroid düyünlərin əmələ gəlməsinə səbəb ola bilər. Əgər orada hemoroid düyün əmələ gəldisə uşaqda mütləq konservativ müalicə almalıdır. Yəni birincisi nəcis yumşaldılmalıdır, anal bölgədəki o ağrı, orada hər hansı bir çat varsa, qanama varsa mütləq o müalicə almalıdır. Ondan sonra izlənməlidir uşaq. Çünki başqa bir cərrahi müalicə uşaqlarda tətbiq olunmur adətən hemoroid düyünlər zamanı. Ümumiyyətlə, baxanda qəbizliyin, yenə bayaq yuxarıda dedim mən, 95%-ində bir xəstəlik olmaz. Riskləri nədir və hansı risklər qəbizliyə səbəb olur və ağırlaşmaları nədir? Ən çox bağırsaq hərəkətlərinin yavaş olmasıdır, ananın hamiləlikdə qəbiz olmasıdır, uşaqların 6 ayından sonra quru qidalara keçməsidir, daha çox quru, az lifli qidalarla qidalanmasıdır, uşaqların daha çox pampersdən çıxma dönəmində qəbizlik görürük, qarşoka öyrədilmə, alışma dönəmində qəbizliyin olmasıdır, məktəbə və ya bağçaya başlayanda qəbizliyin olmasıdır, çünki orada rahat tualetə getməmək kimi bir hissiyat olur, diskomfort olur, tuturlar nəcisi. O yüzdən də çox zaman gərəksiz, lazımsız çox sayda müayinələrdən keçir uşaq. Qəbizlik nə zaman müayinə olunur? O zaman ki, bu çox balaca yaşlardadır və çox ciddi bir qəbizliyi var. O dediyim kimi, anadan gəlmə bağırsaqda darlıq və ya hər hansı başqa bir anomaliya varsa, o zaman müayinə olunur. Nisbətən böyük uşaqlarda da bu saydığım durumlar. Çünki qəbizlik bir xəstəlik deyil, bir sıra problemlərin əmələ gətirdiyi bir son klinik durumdur. Eləcə də hemoroid olan uşaqlarda da bilirsiniz, uşaqlarda böyüklərdə kimi deyil. Məsələn, böyüklərdə daha çox hemoroid əleyhinə müxtəlif vasitələr istifadə edilir. Uşaqlarda bir qədər bu qısıtlıdır. Yəni, daha böyük uşaqlarda veririk. Daha kiçik uşaqlarda mütləq nəcisi yumşaltmaq, anal bölgədəki ağrını azaltmaq, uşağın mütləq yeməkdən sonra tualetə oturması, mütləq qidalanmasında şokoladlı qidalardır, fast foodlardır, daha quru xəmir yeməkləridir. Bunların çıxardılması, qida rejiminin dəyişilməsi, çünki qəbizlik bir sürəcdir. Yəni, bu qəbizlik konkret bir səbəbdən əmələ gəlmir. Konkret laborator olaraq da bir səbəbi göstərilə bilmir 95% hallarda. O yüzdən biz baxırıq, əgər ilk doğumdan normal idi, 6 ayından sonra qəbiz olursa, çox zaman müayinəyə ehtiyac olmur, laborator müayinədən söhbət gedir. Amma qəbizlik çox dirənclidirsə və başqa bulğuları varsa, o zaman əlavə müayinələrdə bəzən önərə bilirik.
Möhtəşəmsiz doktor. Deyək ki, artıq uşağın misal üçün 9 yaşı var və onda babasil var. Bundan sonra nə etməlidir valideyn doktor və artıq qəbizdə olmur, amma babasili var. Nə etmək lazımdır? Əgər babasili varsa, 9 yaşı varsa, qəbizlikdən artıq ya qəbizliyi düzəlibdir uşağın, ya da heç qəbizliyi olmadan babasili olubsa, o yaşda uşaqda mütləq konservativ üsulla mümkün qədər babasili müalicə eləmək lazımdır. Yerli müalicələr istifadə olunur, topikal müalicə deyirik. Yerli müalicələrlə, müxtəlif mərhəmlərlə hemoroid müalicə alır və eyni zamanda qidalanma rejimini dəyişdiririk. Daha çox lifli qidaların olması hemoroid düyünlərin azalmasına səbəb olur və bir də buna deyirlər anal baxım dediyimiz bir şey var. Anal baxımda uşaqlarda anal bölgənin müxtəlif vasitələrlə oradakı olan patoloji prosesin yəni ağızdan dərman vermək deyil də yerli olaraq bəzən şamlardan da istifadə oluna bilər, duruma görə dəyişir və bu şəkildə izləmək lazımdır. Çox nadir hallarda çox dirəncli ola bilir hemoroid. Çünki bu hemoroid geri çəkilə bilirmi doktor? Bəzən çəkilə bilir, amma çəkilə bilsə də hər zaman bir hemoroid riski var. Məsələn, heç qəbiz deyil uşaq, amma bir baharatlı quru yeyərsə anında hemoroid düyünləri şişər, hətta qanaya bilər. O yüzdən qidalanma olduqca vacibdir burada. Həm yerli müalicə, həm qidalanma. 90%-in üzərində bu hemoroid düyünlər azalır, yəni geri çəkilir, amma olaraq yerində qalır. Yəni hər zaman riski var bunun təkrar böyümək. Yenə qəbz olarsa, yenə qəbz olarsa, ya da çox quru yeyərsə və ya evdə məsələn normal rejimlə yeyən bir uşaq getdi restoranda deyək ki, fast food yedi və ya biraz baharat yedi, biraz quru yedi, anında böyüyə bilir bir gün içində. Doktor, sizin pasientləriniz çox şanslıdır, bunu əminliklə deyə bilərəm. Doktor, misal üçün, mənim övladlarım nə zaman meyvə yesələr, tərəvəz yesələr, yəni ki, bunu da hər gün yeyirlər, məcburi yeyirlər. Yəni, mən onlara başa salıram ki, siz dərman içmirsiniz, buna əvəzən yeməlisiniz, heç vaxt qəbz olmazlar. Birinin 14 yaşı var, birinin 9 yaşı var. Amma nə zaman bircə gün belə meyvə, tərəvəz yeməyən kimi qəbz olurlar. Bu problemdirmi, doktor? Problem deyil əslində, belə deyim sizə. Normalda insanların get-gedə bu hazır polifabrikat qidalara keçməsi ilə qədər qida rejimində dəyişiklik olub. Normalda belədir. Məsələn, insan qidalandığında o bitki lifləri çoxu həzm olmur. Bağırsaqda özünə suyu çəkir, suyu tutur və bağırsağın normal florasının inkişafına səbəb olur və bağırsağın normal hərəkətinə, yəni qəbizliyin olmamasına gətirib çıxardır. Amma o liflər ki, təsəvvür eləyin, biz istifadə eləmirik, o zaman nə olur? Bağırsaqda heç bir nəcis kütləsi qalmır. Tamamən bağırsaq mənfəzində su olmur və qalan o belə deyim, onların o şlakları bərkiyir uzun müddət bağırsaq qaldığı üçün və qəbizliyə səbəb olur. Yəni ona görə mütləq meyvə yeyilməlidir, probiotikli qidalardan istifadə olunmalıdır, təbii ki. Təbii, məsələn, qatıqdır, tutaq ki, məsələn, ağ kələm turşusu ola bilir, müxtəlif meyvələrdir. Mütləq bunlardan mütəmadi istifadə etmək lazımdır ki, bağırsaq hərəkətləri normal olsun və qəbizlik olmasın. Əgər uşaq bunlarla qidalanır və qəbz olmursa, bu normaldır, doktor? Bəli, mütləq belə deyim sizə, bağırsaq da insan kimi beyni var, belə deyək, sinir sistemi var bağırsağın özü içində. Necə ki, insanın bir xarakteri var. Bəzi insanlar çox, belə deyim sizə, çox sürətlidir, bəzi insanlar tam tərsinə çox təmkinlidir. Bağırsaqda da elə var. Bəzi bağırsaqlar çox hərəkətli bağırsaqlar olur, bəzi bağırsaqlar biraz tənbəlliyə meyilli olur. Tənbəl olar da. Tənbəl bağırsaq deyirlər hətta bunun adına. O yüzdən tənbəlliyə meyilli bağırsaqlarda daha çox müxtəlif günlük qida istifadəsində mütləq liflərə və meyvələrə üstünlük vermək lazım. Bilirik, meyvələrin də tərkibində vitaminlər var, müxtəlif zəngindir və həm immunitetini qaldırar uşağın, həm bağırsağın normal fəaliyyətini təmin eləyər. Yəni, bu tamamilə normal bir haldır. Doktor, bir də uşaqlarda fərqlidir. Elə uşaqlar, misal üçün, alma yeyəndə qəbizlik keçir, elə uşaqlar alma yeyəndə deyil, misal üçün, başqa bir meyvənin, üzüm yeyəndə təsir edir. Bu fərdidirmi, doktor? Yəni, hər uşağa meyvə bir cür təsir edir. Fərdidir, amma qəbizlik verən və qəbizlik verməyən meyvələr də gəlin onların adını çəkək o zaman, doktor. Məsələn, heyvadır, nardır, yetişmiş banandır, bəzən kökdür. Banan da, doktor? Bəli, qəbizlik yaradan qida maddələridir bunlar. Amma kal banan, göy banan, deyək ki, kividir və yaxud da üzümdür, portağaldır, mandarindir. Bunlar qəbizlik yaratmayan, tam tərsinə qarının hərəkət elətdirən, bağırsaqları normal hərəkət elətdirən meyvələr olaraq bilinir. Məsələn, çox uşaq nar yesə, çox heyva yesə qəbz olar. Tam tərsinə... Hətta heç vaxt qəbz olmayan uşaq da qəbz ola bilər, doktor. Təbii. O yüzdən bağırsaq o qədər qidadan asılıdır ki,
Mən bunu bilirsiniz nəyə bənzədirəm? Çünki qəbizlik müalicəsi biraz uzun sürər. Mən bunu bir təhsil almağa bənzədirəm. Məsələn, məktəbdə hər uşaq başarılı olmaz. Amma o demək deyil ki, mənim uşağım başarılı deyilsə, mən məktəbdən çıxartmalıyam. Mütləq axıra qədər hər nə qədər qazandıra bilsəm təhsili qənimətdir deyib, şeydə də belədir, qəbizlikdə də belədir. Məsələn, olsun ki, ana bütün meyvələrini də verir, yeməyini də verir, amma uşaq düzəlmir tam onun istədiyi kimi. Amma sonuna qədər bunu dəstəkləmək lazımdır ki, sabah müalicə də verəndə daha rahat müalicəyə tabi olsun və qəbizlik ən azından bayaq adını çəkdiyiniz hemoroid düyünlərə qədər irəliləməsin. Doktor, bir də bəzi valideynlər hesab edirlər ki, uşaqda qəbizliyi yaradan un məmulatlarıdır. Çörəyi tamam kəsirlər, un məmulatlarını tamam kəsirlər. Bu doğru yanaşmadırmı? Doğru yanaşma deyil. Qəbizliyi əsas yaradan süddür. Bir kərəm inək südü. Bəli, inək südü qətiyyən bir yaşına. Əksinə mən elə bilirdim ki, süd əksinə ayaq açır. Yox, ayaq açmır. Kimlərdə ayaq aça bilir? O 3-5% hallarda laktoza eksikliyi olan uşaqlarda tam tərsinə ishal, qaz, sancı verə bilir. Amma 90-95% hallarda əsas bağırsaq qanaması və qəbizliyə səbəb olur. O yüzdən inək südü önərilmir 1 yaşa qədər. Ümumdünya Səhiyyə Təşkilatı da 1 yaşdan sonra 1 stəkandan artıq süd içilməsini önərməz. Qəbizlik yaradır, dəmir eksikliyi anemiyası yaradır. Özü də özəlliklə təbii süd, yəni heyvanın südü. Yəni bu qəbizliyə səbəb olur. Yəni qəbizlikdə birinci südü çıxardır. İkinci un məmulatlarından çox istifadə, məsələn makarondur, ağ çörəkdir. Bunlar qəbizlik yaradır. Amma tam tərsinə, məsələn qara çörək dediyimiz və ya boz çörək dediyimiz tam taxıllı çörəklər qəbizliyi azaldır. Niyə? Çünki onların tərkibində kəpək var. Kəpək tam həzm olunmadığı üçün suyu özündə birləşdirir və həzmə kömək eləyir, təbii probiotikdir. O yüzdən qəbizliyi olan uşaqlarda məsələn şokolad önərmirik, məsələn asan sorulan karbohidratlardır, məsələn biskvitlərdir, tortlardır, bulkulardır, önərmirik, ağ un məhsullarıdır, qəbizlik yaradır. Amma tam tərsinə qara çörəkdir. Qara çörək deyəndə mən tam taxıllı çörəyi nəzərdə tuturam və boz çörək dediyimiz seri çörək deyirik el arasında, qəhvəyi rəngdə olan, bunları önəririk. Məsələn, başqa qida, məsələn, bulğur önəririk dənli bitkilərdən, məsələn, düyü qəbizlik verir, yəni bu da dənli bitkilərdən, amma tam taxıllı məhsullar hər zaman qəbizlik müalicəsində istifadə olunur. Çox maraqlıdır, doktor. Deyək ki, uşaqda qəbizlik problemi varsa və müəyyən qədər müalicə aldı, hemoroid düyünləri geri çəkildi. Amma yenə qəbz olan kimi bu problemlərin hamısı həmin uşaqda başlayacaqdı, deyilmi? Bəli. Yəni bunun bir dəfəlik həlli yoxdur. Bir dəfəlik həlli yoxdur. Qəbizliyin belə bir şey deyim sizə, tam həlli yoxdur. Qəbizlik tam bir dərmanla müalicə olunan bir durum deyil. Az öncə dediyim kimi, məsələn, bir uşaq bir məktəbdə oxuyanda bir neçə fəndən təhsil alır. Məsələn, müxtəlif fənlər keçir. Qəbizliyi olan uşaqlarda da müxtəlif vasitələrdən istifadə edirik. Birincisi düzgün qidalanmadır ki, hansı ki ondan danışırıq. İkincisi düzgün tualet rejimidir. Məsələn, bir uşaq 2 yaş yarımına çatdısa artıq tualet eğitimi almalıdır. Tualetdə düzgün oturmaq, ayaqlarını yerə basmaq, dizlərin çanaqdan yuxarı olması qarındaxili təzyiq üçün mütləq şərtdir. Üçüncüsü mütləq yeməkdən... Doktor, çox üzr istəyirəm. Deyəsiniz, ayaqları yerə basmaq. Təbii ki, uşaqlar üçün biz evdə istifadə elədiyimiz müəyyən vasitələr var. Amma bəziləri böyüklərin istifadə etdiyi unitazda uşağı oturtururlar. O doğru Uşağın deyil. ayaqları da göydə qalır. Ayağın altına nəsə bir şey qoymaq lazımdır. Mütləq ayağı nəsə basmalıdır, doktor. Çünki pelvik tabanda çanaq əzələləri dediyimiz bir durum var. O çanaq əzələləri bucaq əmələ gətirir. Əgər dizlər çanaqdan aşağıda yerləşirsə və eyni səviyyədə yerləşirsə 90 dərəcədə, o tam açılmır o əzələlər. Və qəbizliyi olan uşaqlarda çətinlik yaradır. Amma dizlər çanaqdan yuxarıdırsa, yəni uşaq oturub daha aşağıda oturub, ayaqları bir qədər yuxarıdadırsa, qarındaxili təzyiq artır, nəcis ifrazına kömək eləyir. Doktor, bu böyüklərə də aiddir. Çünki unitazlar hamısı elədir ki, biz 90 dərəcə bucaq altında olur ayaqlarımız. Yəni dediyiniz kimi yuxarıda olmur heç kəsin dizi. Xronik qəbizliyi olan hər bir şəxsə aiddir. Daha alçaq unitazlarda daha rahat. O zaman qədim unitazlar daha sağlam idilərmi, doktor? Nəinki indikilər, daha modernlər. Doktor, bir də bəzi uşaqlar var, xüsusən də valideynləri tapşırır ki, bax, məktəbdə tualetə getmə, orada natəmizdir və uşaq saxlayır. Deyir ki, misal üçün, birinci növbə məktəbə gedir uşaq saat 8-də, evə gəlib çıxır saat 3-ə qədər o nəcəsi saxlayır. Uzun müddət saxlamağın məhz özü də uşaqda qəbizlik yarada bilər mi? Təbii, 2 cür saxlamaq var. Bir dənəsi daha balaca uşaqlarda gördüyümüz, uşaq nəcis gələrkən, nəcis ifraz eləmək istəyində qaçır, gizlənir, bir yerdə ayağına sıxır,
daha çox yəni valideynin yanında deyil də qıraq yerdə gücənir, sıxır özünü, qıpqırmızı qızarır. Bu ağrıdandır. Anal bölgədə o sərt nəcisini təhriş eləyir, oranı zədələyir. Ağrı olduğu üçün uşaq özünü kontrolla, elə bilin ki, sanki uşaqdan bir qan alınarkən 10 nəfər onun qolunu tutarsa, uşaq qışqırar, ağlayar. Amma sərbəst olarsa, uşağa sərbəstlik verirsə, daha rahat o qan alarsan, ağrıtmaz. Nəcis ifrazında da elədir. Uşaq kontrol özündə saxlamaq istəyir və ayaq üstə eləmək istəyir. Niyə ayaq üstə eləyəndə tutma şansı var onun. O elə bilir ki, bunu tutanda canı o ağrıdan qurtulacaq. Bu birinci saxlama. İkinci saxlamada siz dediyiniz kimi, məktəb natəmizdir, gigiyenik deyil. Orada nəcis saxlayarsa bağırsaq rejimini pozar. Çünki illərlə qazanılan vərdişi 3 gündə pozmaq mümkündür. Və bu da qəbizliyin əsas səbəblərindən biridir. Yəni, uşağa anlatmaq lazımdır, harada nəcisin gəldisə, qətiyyən tutmaq. Tutmaq olmaz. Hətta nəcisi olmayanda belə, qəbiz uşaqlarda biz, xüsusən səhər yeməyindən sonra, bir 20-30 dəqiqə sonraki bağırsaqlar hərəkətə keçir. Nəcisi olmasa belə 10 dəqiqə tualetdə oturmağı tövsiyə edirik. Məsələn, bəzən valideynlər bundan şikayət edir. Mən göndərməsəm tualetə getmir və bu uşaqlar qəbiz olur gerçəkdən. Yəni qəbiz olan bir uşaqda mütləqdir ailə onu tualetə sıx-sıx hər gün göndərsin. Olsa da nəcisi, olmasa da mütləq oturmalıdır. Bu qədər geniş bir problemdir qəbizlik. Bir də doktor, öz övladlarımda da müşahidə eləmişəm. Uşaq əgər bir neçə gün səhər saatlarında nəcisə görə bayıra gedirsə, növbəti günlərdə də eyni saatda eləyir. Yəni bağırsaq bu qədər mi ağıllıdır, yaxud çox tərbiyə olunandımı doktor? Təbii. Çox maraqlı orqandır. Rejimlə olan bir orqandır. Necə öyrədərsən, elə də gedər. Başından öyrətmədiysən, bir ömür boyu onun əziyyətini çəkərsən, bağırsaq alışqanlığıdır. Onu da tərbiyə etmək lazımdır. Təbii, məsələn, bağırsaq alışqanlığı da elə bir şey var. Mütləq bağırsaq, qəbiz uşaqlarda biz bağırsaq alışqanlığını önəririk. Qida, tualetdə oturma, bağırsaq alışqanlığı, psixoloji problemlər, anusda ağrının olması. Yəni, bu qədər səbəbi var qəbizliyin. Yəni, bunu bir dərmanla çözmək imkansızdır. Doktor, bəzi valideynlər də Türkiyə çarələrdən istifadə edirlər. Misal üçün, mən özüm də bir neçə dəfə görmüşəm. Kərə yağını pambığa batırarlar, istifadə edirlər. Yaxud semişkə yağına bir tampon hazırlayarlar, günə baxan yağına bir tampon hazırlayarlar, istifadə edirlər. Bunlara münasibətiniz necədir, doktor? Belə deyim, həkim nəzarətində olsa çox daha yaxşı olar. Niyə? Bunların əsas məqsədi anal bölgədə olan ağrıyı azaltmaq və ya da sürüşkənlik yaratmaq və ya daxildən içizdirirlər, ya poposuna sürtürlər. Təbabətdə də buna bənzər şeylər var əslində. Amma həkim müayinə eləməlidir. Məsələn, bir uşağın nəcisi çox sərtdirsə, anal bölgədə ağrısı varsa, çatı varsa, qanaması varsa, müəyyən yerli vasitələrdən istifadə eləmək olar. Amma həkim nəzarəti ilə olsa olar. Çünki təbii kərə yağıdır və ya pambıqla sürtməklə o iş tam həll olmur. Sanki lazım olan şeyi təqlid eləməyə cəhd göstərirlər, amma tam keyfiyyətli olmur. Doktor, bəs əgər ehtiyac varsa, imaləmi yoxsa şammı? Hansını seçsin valideyn? Ümumiyyətlə, heç birini önərmirik qəbizlik müalicəsində. Sadəcə bəzi qısıtlı hallarda önəririk. Nə zaman imalə, nə zaman şam. Belə deyim sizə, həkim müayinəsinə gəlir, həkim müayinə eləyir. Qarnında sərt şəkildə nəcisi var. Bəzən olur ki, bir neçə gün getmir, nəcisi sərt olur. Biz rektal müayinə eləyirik. Rektal tuşə dediyimiz rektal müayinə eləyirik. Normalda rektum bomboş olmalıdır. Barmaqla baxaraq, əgər rektum sərt nəcislə doludursa, 3-4 gün imalə önəririk. O sərt nəcisi çıxartmazsaq, qəbizlik dərmanları bir işə yaramaz. Bu imalə. Şamı kimə önəririk? Şamı da çox vaxtı, yəni babası ilə olan böyük yaşlı uşaqlara önəririk əslində və ya keçici olaraq, tutaq ki, imalə eləyə bilmirsə, məsələn, gliserin şamından keçici olaraq bir neçə dəfə, maksimum 2-3 gün istifadə eləməyə önəririk. Yəni, bu müalicəvi deyil, o anı qurtarmaq üçün olan bir şeydir. Bəli, son sualında söhbətimizi yekunlaşdırmaq istəyirəm. Doktor, əslində sizinlə saatlarla söhbət etmək istəyərdim. Doktor, bəzi uşaqlar su içməyi heç sevməzlər. Ümumiyyətlə, yadlarına düşmür. Yəni, yadına salırsan ki, bugün su içibsən, istəmirlər. Az su içmək də qəbizliyə səbəb ola bilər mi? Əsas səbəblərindən biridir. Az hərəkətlilik, az su içmək qəbizliyin əsas səbəblərindən biridir. Bayaq yuxarıda qeyd elədim, bitki lifləri özünün suyu çəkməlidir ki, yumşaq nəcis kütləsi formalaşsın. İki halda sərt nəcis kütləsi formalaşar. Ya heç bitki lifi tərkibli və ya həzm olunmayan şeylər, qida məhsulları istifadə eləməmək və az su içmək. Hər ikisi eyni mexanizmlə baş verir. Mütləq uşaqlar ən azı 1 litrə yarım günlük su içməlidirlər. Söhbət böyük yaşlı uşaqlardan, 1 yaşdan böyük uşaqlardan gedir. Mütləq hərəkət vacibdir. Oturaq həyat həm qəbizliyin, həm babasının əmələ gəlməsinə səbəb olur. Mütləq düzgün qidalanmaq, bir də psixolojik səbəbləri var qəbizliyin. Gerçəkdən. Məsələn, ailədə yeni bir uşaq doğuldusa,
diqqət çəkmək üçün qəbizlik yarana bilər və ya uşaq depressiyadırsa, ailədə problem varsa, psixoloji problemi var. Məsələn, nəcis gəlir, amma uşağın beynində dominant bir qorxu var. O fikir o nəcisə deyil də, o dominant qorxuya yönəlirsə, nəcis çağırışlarını hiss eləmir. Bir neçə gün qalır bağırsaqda. Bir dəfə daş daşandan sonra, ağrılı çıxandan sonra artıq ilk dəfələrdə uşaq özü saxlayır ağrıdan yayınmaq üçün. Bir sonrakında ağrı irəlilədikcə artıq uşaq bilinçli şəkildə deyil, bağırsağın özündə ağrıdan spazm gedir. Uşaqdan asılı olmadan və çox ağrılı ağlayaraq nəcis ifrazına səbəb olur. Doktor, bir sual da verəcəm. Bir izləyicimiz yazmışdı ki, illər əvvəl uşağımı əməliyyat etdilər qəbizliyə görə. Demişdilər ki, bağırsağı çox uzundur, kəsdilər bağırsağını. Bu nə məsələdir, doktor? Bağırsaq çox uzundur. Həqiqətən bağırsaq digərlərindən normadan çox uzun ola bilərmi? Uzun olarsa bu qəbizlik yarada bilərmi? Qəbizlik yaradarsa o bağırsağı kəsib qısaltmaq mı lazımdır? Çox vacib bir məqama toxundunuz. Uzun bağırsaq kəsilməz. Bağırsaq olur, doktor, digərlərindən normadan daha uzun bağırsaq var. Çox az hallarda ola bilər, amma bu bağırsaq kəsilmək üçün bir səbəb deyil. Kəsilsə daxil o qəbz olar, çünki bağırsağın bir tənbəlliyi var. Misal deyim sizə, bağırsağın standart bir ölçüsü yoxdur. Onu ölçmək də çox imkansızdır əslində. Bəzən uzun bağırsaq çox yanlış bir diaqnozdur. Özəlliklə nəyə əsasən uzundur deyirlər, doktor? Heç bir şey əsasən deyilmir. Çox yanlış bir şeydir bu. Uzun bağırsaq deyilir. Çox nadir hallarda anatomik olaraq əlavə ilgəklər olur, amma bunun heç bir elmi əsası yoxdur. Niyə? Birincisi, heç bir sağlıqlı adamda, düzgün hər gün tualetə gedən adamda ölçülməyib ki, bunlarda da bağırsaq uzundur, yoxsa yox. İkincisi, bir insanın boyu uzun olar, bir insanın burnu uzun olar, bir insanın qolları uzun olar. Yəni, bunlarda funksiya pozulmaz. Bağırsaqda da əgər uzundursa 90%, da hətta 90%-in üstündə pozulmaz. Həm müayinə olaraq yanlış müayinə elətdirirlər, ağızdan kontrast verib rengen çəkdirirlər, çox yanlış bir şeydir. Və ya mən az öncə qeyd elədim, çox kiçik yaşlı uşaqlarda ciddi qəbizlik varsa, doğulandan sonra ilk 24 saatda nədisə çıxmırsa, bağırsaq dağılıq şübhəmiz var. Orada biz irigografiya deyilə bir müayinə, düz bağırsağa rengen vurub oradan çəkirik. O da genəlməni və ya uzanmanı göstərmək üçün deyil. Çünki bağırsağı ölçmək imkansız. Çünki bağırsaq, belə deyək də, çox yumşaq bir orqandır. İçi nəcisdən dolu olduqca çox böyük görsənəcəkdir. Bu təbii bir şeydir. Yəni, bir də onu imalə eləyərək o filmi çəkdirirlər. Bu da çox yanlış bir şeydir. Nəticələrə təsir. İmalə eləyib boşaldıqdan sonra kontrast maddə vurub çəkirlər. Çox yanlış nəticə. Çünki deyir ki, hətta mən bir həkimin özünə soruşdum, niyə bunu bu şəkildə eləyirsiniz? Deyir, o qəbizdir, bağırsaq doludur, mən necə vurum onu ora? Təbii, mütləqdir, bu kitablarda yazılıb, kitaba baxmaq lazımdır, textbooklara. İmalədən sonra hətta dünən şam qoyubsa, bu gün o müayinəni elətdirmək doğru nəticə verməz. Mütləq bağırsaq dolu şəkildə çəkilməlidir və düz bağırsaqdan çəkilməlidir. Yəni, bağırsağın qəbizliklə əməliyyatlar ola bilir, amma uzun bağırsaq deyə deyil, tamam fərqli bir şeydə əməliyyat olur. Və qəbizliklərin təxminən 5 yaşından balaca uşaqlarda 50%-i sağalır, 75% də 5 yaşından böyük olan uşaqlarda sağalır. Təxminən 5 ya 10% qəbizlik böyüklük dönəminə gedir. Orada da bağırsaq hərəkətində çox ciddi problem varsa, sinir sistemindən qaynaqlanır, heç bir dərmana cavab vermirsə, o halda əməliyyat oluna bilir. O əməliyyat da bağırsağı qısaltmaq deyil əslində. Çox fərqli orada uşaq cərrahları təbii yaxşı bilir. Müxtəlif üsullardan istifadə edirlər. Yəni, bağırsağı kəsmək qəbizliyi azaltmaz. Bağırsaq uzunluğu deyə bir diaqnoz qətiyyən yoxdur. Çox nadir hallarda anatomik bir variasyondur və bu olanların 99% normal nəcis ifraz eləyir. Söz tapmıram deməyə, doktor. Gəldiyinizə görə sizə təşəkkür edirəm. Bir dəfə mütləq bu müayinələr haqqında da danışaq. Ümumiyyətlə, uşaqlarda hansı mədə-bağırsaq müayinələri var, nəyi etmək olar, nəyi etmək olmaz. Mütləq bu haqda da söhbət eləyək. Gəldiyinizə görə sizə təşəkkür edirəm, doktor. Çox sağ olun, var olun. Sizin kimi həkimlər cəmiyyətim üçün nemətdir. Nə yaxşı ki, xaricdə təhsil alsanızda Azərbaycanda fəaliyyət göstərirsiniz. Əziz tamaşaçılar, bizim qonağımız uzman uşaq gastroenteroloqu Anar Tağıyevidir. Efirimiz isə davam edir. Sağlam səhətə baxırsınız və qonağımız tibb üzrə fəlsəfə doktoru, travmatoloq, ortoped Ayaz Sünbətovdur. Xoş gəlibsiniz, doktor. Və biz bugün qonağımızla diz ağrıları haqqında söhbət aparacağıq. Doktor, bizə də çox yazanlar olur. Könül xanım, dizim ağrıyır. Bəzən özümün dizim ağrıyır deyirlər, daha çox atamın, anamın dizi ağrıyır deyirlər. Hansı səbəbdən ola bilər, hansı həkimə gedək, misal üçün terapevtə mi gedək, travmatoloqa mı gedək? Əgər bir nəfərin dizi ağrıyırsa, hansı ixtisas həkiminə müraciət etməlidir, doktor? Təbii ki,
Yəni diz ağrıları travmatoloq da baxa bilər, revmatoloq da baxa bilər. Amma daha yaxşı ola bilər artroloq, yəni hər ikisini bilən bir insan daha baxırsa, o daha mükəmməl yanaşır. Nəyə görə? Çünki diz ağrıları, ümumiyyətlə oynaq ağrıları, o cümlədən diz ağrılarının səbəbləri çox müxtəlifdir. Birinci, travma ola bilər, travma fonunda ağrılar ola bilər. İkinci, ümumiyyətlə qan dövranı pozulmaları, osteonekroz, sümük iliyi, ödemi və fonunda ola bilər. Yəni ən sadə görsənməyən gənc adamlardan söhbət gedir. Artrit ağrıları ola bilər, yəni oynaqlarda, tək diz deyil, digər oynaqlarda artritlər ola bilər. Səbəbi bəlli olmayan, genezi bəlli olmayan artritlər və sinovitlər meydana çıxa bilər. O da diz ağrısı verə bilər. Və onkoloji problemlərdən diz ağrısı verə bilər, osteoporozdan diz ağrısı verə bilər. Yəni ağrının səbəbi saymaqla bitməz. Yəni diz ağrısının digər maddələr mübadiləsi pozulması fonunda artralgik sindromlar var, oynaq sindromları, o fonda ağrılar ola bilər. Artrozlar ola bilər, sadə qığırdaq yeyilmələri, hansı ki ən çoxdur, hamı ilə o cür yanaşır, hamı artroz kimi görür, başqa bir şey görüntüləri yoxdur. Amma bu diz ağrılarının kökündə çox geniş profili var. Ona görə də burada təbii ki o oynaq həm cərrahiyyəsini, həm terapiyasını, oynağın mükəmməl bir ixtisas sahibi, yəni artroloqlar daha yaxşı, travmatoloq və revmatoloqlar olaraq müraciət eləsələr daha yaxşıdır. Çünki digər ixtisas sahibləri bu sahəni biləsi deyil. Və oynağın cərrahiyyəsini eləmiş adam, oynağın cərrahiyyəsini bilirsə və oynaq xəstəlikləri, revmatoloji xəstəlikləri də bilirsə, onun yanaşması fərqlidir. Yəni orada oynaq ağrıları adi, yüngül bəzən bir travmalar, xəstə özü travmanı hiss eləmir və qalıq qalır və ondan sonra meydana çıxır. Bəzən ümumi, məsələn, L3 səviyyəsində, bel fəqərlərinin L3 səviyyəsində yırtıq protuziya olanda dizdə ağrı verir. Xəstənin belə ağrımır, dizi ağrıyır. Bu da mümkündür. Yəni ona görə də diz ağrısı sadə baxılır, hər kəs artroz kimi baxır, əksərən belə deyə hər kəs demir. Və çox moddur, populyardır, oynaq iynəsi vururlar, amma lazımdırmı, lazımdır deyil. Kök hüceyrəsi vururlar. Ümumiyyətlə çox bugün vurulan kök hüceyrələr, yəni əgər insan yəni həkim burada alırsa, onun laborator testləri nə dərəcədə yoxlanılır, neçə min hüceyrə var, o hüceyrələr sağlamdır. Bunlar özü hamısı bir sual altında olan bir şeylərdir. Buna göstərişlər seçilməlidir. Yəni hər diz ağrısına PRP vurulası deyil, hər diz ağrısına kök hüceyrə vurulası deyil. Yəni seçici olmalıdır. Sonra diz ağrılarında sinovitlər ola bilir, sinovial qişanın iltihabı, hansı ki onun da genezi müxtəlifdir. Travmatik sinovit ola bilər, artroza bağlı sinovit olar, artritlərin özləri müxtəlifdir. Yəni revmatoid artritlər var, psoriatik artropatiyalar var. Yəni seronegativ spondil artritlər var və digər saysız behçetlər var və s. Bunlar özləri də oynaq ağrıları verir, oynaq sinovitləri verir, sinovitə bağlı ağrılar. Amma bunların hər birinə yanaşma fərqlidir. Ona görə diz ağrısı olanda buna ağrı kimi baxmaq lazımdır. Birinci, diaqnoz qoyulmalıdır. Bu diz ağrının səbəbi nədir? Yəni bu xəstənin diaqnozu nədir? Diaqnoz qoyandan sonra artıq bəli, yanaşma, yəni müalicə taktikası seçilə bilir. Yəni rahatçılıqla. Doktor, çox maraqlıdır. Səbəbləri sadaladınız, amma bəzən bizə yazanlarda olur ki, misal üçün dizimdə duz var, duz yığılıb, yaxud yel var. Bu duz, yel nə məsələdir, doktor? Duz və yel. Duz insanların artroz dediyimiz, yəni osteoartritis, yəni qığırdağın yeyilməsi, belə deyək, məfhum götürək, artroz deyək. Bu xəstəliyə el arasında insanlar duz deyirlər. O duz sözü hardan çıxıb bilmirəm. Rentgendə osteofitlərmi? Yox, duza heç bir dəxli yoxdur. Heç bir aidiyyəti yoxdur. Nə duz yeməyə, nə duzu çox istifadə eləməyə, nə duzsuz yeməyə. Bunun heç bir aidiyyəti yoxdur. O sadəcə həmin oynaqda, hansı ki duz deyirlər, yəni həqiqətən belə deyək də, artrozdan söhbət gedirsə, qığırdağın yeyilməsindən söhbət gedir. Yəni qığırdaq orada aşınır, qığırdaq qalınlığı azalır, bəzən qığırdaq yeyilib sümüyə çıxır. Rengenoloji olaraq orada oynaq ətrafında, kənarlarda bir osteofitlər olur. Bəlkə onları duza oxşatmışlar ya da insanları belə deyək də, başa salmaq üçün ki, nəyi var, artroz, qığırdaq yeyilməsini başa sala bilmədikləri üçün nə vaxtsa dizində duz var deyib yola vermişsə və indiyə qədər də davam eləyir. Məsələn, Türkiyədə
duz kirəçlənməsi deyilir. Oynaq kirəçlənməsi deyilir. Duz adı yoxdur. Yəni bu da bizlə eyni millətdir, eyni dildə danışırıq. Kirəçlənmə deyil, yəni kirəç bilirik, kirəç, yəni belə deyil də. Amma duz da, duzlaşma da bilmirəm. Yəni real olaraq odur ki, hardan gəlibsə davam eləyir. Yel xəstəliyi də, yel bilirsiniz, o da böyük ehtimal artritlərə xarakter bir məfhumdur. Çünki artritlərdə isə uçucu xarakterli bir ağrılar meydana çıxır, oynaq ağrıları. Bu gün bu dizim ağrıyır, sabah o birisi dizim ağrıyır, bir gün sonra biləyim ağrıyır, o birisi gün sonra dirsəkdə ağrı olur, topuqda ağrı olur. Yel dəyib deyirlər. Yel dəyib, yəni bunu düşünə bilərlər. Yəni o da tibbdə belə bir məfhum yoxdur. Yəni tibbi kitablarda nə yel, nə duz haqqında heç bir nöqtə söz belə yoxdur, yəni oynağa bağlı. Amma sadəcə bizim insanlar kütlə olaraq əhali arasında deyirlərsə, yel böyük ehtimal artritlərin xarakterizə eləyir. Çünki uçucu xarakterli ağrılar var. Yəni dəyişən, bir gün buradadır, sabah başqadır, hava dəyişdi buradadır, sabah bir gün sonra burada olur. Yəni uçucu, ona görə yel deyirlər. Yel buradan gəldi, keçdi, sabah yel oradan keçdi. Bunu xarakterizə eləyirlər. Duz da artroz deyən, yəni bunu xarakterizə eləyən el arasında deyimdir. Yəni bunun tibbi ədəbiyyatlarda heç birində nə yel xəstəliyi, nə yel keçdi, ya duz var, oynaqda duz var, yoxdur. Yəni oynağa duz, oynağın içinə açırıq, baxırıq, əməliyyat eləyirik, artroskopiya eləyirik, protez qoyuruq, spironektomiya eləyirik. Orada duz deyən bir şey yoxdur. Yalnız podagrik artropatiyalarda, podagralarda urat duzları var. O da çox az gəlinən bir şeydir. Yəni podagra xəstəliklərinə isə bizim insanlar ümumiyyətlə halqus valquslar var. Ayaq darağının birinci daraq falanqa oynağının, ayaq pəncədə birinci daraq falanqa oynağının deməli valqus əyilməsi. Yəni baş barmağın belə deyək də qabarının əyilməsi bayıra doğru və üç bucaq şəklində buna tibbdə valqus əyilmə deyilir, valqus deformasiya deyilir. Bizim insanlar isə buna podagra deyir. Yəni podagram var. Amma podagranın heç aidiyyəti yoxdur. Yəni podagra başqa bir məfhumdur, başqa bir xəstəlikdir. Revmatoloji problem. Bəli, türklər kut xəstəliyi deyil, podagra podagrik artropatiyalardır. Bax, o xəstəliklərdə bəzən bəli, urat duzu dediyimiz duzlar var. Hansı ki, qanda sidik turşusunun miqdarı artır. O sidik turşusunun miqdarı normadan çox yüksək olanda o qanla az təhciz olunan bölgələrə həmin o ağ rəngli kristal urat duzu yığılır və o ağrı verir. O təbii ki, hətta qulaq seyvanına, dirsəyə, topuğa, dizə və ən çox da bəli, ayaq pəncəsində. Çünki ayaq periferik bir yerdir. Periferi olduğu üçün qan dövranı azdır orada. Yəni qanla nisbətən az dövran elədiyi bir məkandır, bir yerdir. Və ona görə ora daha çox toplanır və buna görə də insanlarda var, ayaqda əyilmə varsa ona podagra deyirlər. Amma o podagrada yəni ola bilir, məsələn, 1000 adamdan birində həmin nahiyədə bir urat duzları yığılır və podagra alınır. Amma digərlərində yoxdur. Doktor, bəli, tibbi maarifləndirmə çox önəmlidir və Səhiyyə televiziyası olaraq da biz hər zaman çalışırıq ki, bu tibbi maarifləndirmə ilə məşğul olaq. Hətta inanın dəfələrlə olub ki, biz bir endokrinoloqlarla, misal üçün, qalxana bənzər vəzn haqqında söhbət eləmişik bir həkimlə. Verilişin sonuna yaxın izləyicilər sual veriblər ki, bəs zob haqqında danışmayacaqsınızmı? Baxıram ki, bəzi xəstəliklər var ki, el arasında hansı adını tanıyırlarsa, o adından da bilirlər. Başqa adından o xəstəlik haqqında danışanda məlumatları olmur. Ona görə hansısa xəstəliyin el dilində bir qarşılığı varsa, çalışıram hər zaman söhbət etdiyim zaman onu da qeyd edim ki, insanlar üçün çox aydın olsun. Doktor, diz ağrılarının bir aləm, bir siyahı səbəblərini sadaladınız. Deyək ki, misal üçün, kabinetdə oturubsunuz, bir xəstə içəri girdi, dizim ağrıyır deyir. Konkret hansı səbəbdən ağrıdığını müəyyən etmək üçün hansı analizlərdən keçirirsiniz? Yəni, bir aləm, misal üçün, səbəb sadaladınız. Bu səbəblərdən hansından qaynaqlandığını necə öyrənə bilir həkim? Təbii ki, burada birinci xəstənin şikayətləri çox önəmlidir. Çünki diz ağrısı müxtəlif səbəblərdən ola bilir. Və xəstənin artıq içəri girdikdə, xəstəyə müayinə eləyəndə, xəstənin gəzməyi, yəni yerişi, məsələn, mənə kifayət qədər informasiya verir. Bu ayağını nə cür qoruyur, nə cür atır, dizin düzlüyü, ox düzlüyü varmı, yoxmu, əyridirmi, ayağı atanda rahat mı atır, axsıyırmı,
Sonra dizin bükməsimi, gəzəndə dizini bükürmü, yoxsa dizini düz vəziyyətdə saxlayaraq gəzir. Yəni bu özü bir informasiya verir artıq. Doktor. Bəli, çox önəmli. Yəni xəstə içəri girəndə, xəstəyə baxanda artıq onun küçədə yeriyəndə belə biz xəstənin diaqnozunu belə axsayan bir adam olursa, ağrıyan, biz məsələn özümüzdə belə bilirik ki, bunda nədir? Yəni %50-60 burada nə ola bilər? Bu bir. Sonra şikayətlərini soruşuruq. Bu xəstənin nəyi var? Məsələn, ağrı xarakteri necədir? Bütün sutka ərzində mi ağrıyır, gəzəndə mi ağrıyır, yoxsa ancaq yatanda ağrıyır, oturdu mu ağrısı keçirmi, yoxsa oturanda mı davam eləyir ağrısı, oturdu bir müddət sonra duranda start ağrılar deyilir, 1-2 addım ağrıyır, ondan sonra mı keçir, pilləkən qalxıb düşməkləri necədir, ağrılıdırmı, ağrısızdırmı, nə qədər yol gəzəndən sonra ağrıya bilir, yoxsa ümumiyyətlə davamlı 24 saat mı ağrıyır, təkcə gecələr mi ağrıyır, yoxsa gecə və səhərlər ağrıyır, günortalar ağrımırmı? Ondan sonra pilləkən enib qalxdıqda nə dərəcədə ağrıları var. Bəzən tək qalxanda ağrıyır, bəzən tək enəndə ağrıyır. Bunların hamısının bir belə deyək də tibbi əsası var. Xəstə ayaq üstə durub dönəndə mi ağrıyır? Xəstənin dizi ilişirmi? Xəstənin dizi gəzəndə bir boşa çıxırmı? Tez-tezmi olur bu? Uzun müddət gəzəndən sonra mı olur bu? Xəstə çömələb otura bilirmi? Oturanda ağrılı mı olur? Ağrısız mı olur? Yəni buna görə canlı müayinə önəmlidir. Bunlar çox önəmlidir və bunlardan sonra artıq bizim fikrimizdə yaranır ki, bu xəstəliklərin hansına uyğundur. Və o xəstəliyin hansına uyğunsa, təbii ki, sadədən mürəkkəbə doğru ən sadə primitiv analizlər veririk, primitiv bir müayinə edirik. Məsələn, doktor? Məsələn, sadəcə birinci iltihab göstəricilərinə baxarıq. Ən sadə qan ümumi analiz, CRZ, remofaktor, ən sadə, ən ucuz müayinələr. Adi rentgen eləyə bilirik, 2 proyeksiyada, bəzən 3 proyeksiyada. Onlara baxa bilərik. Yəni diz oynağının quruluşu var, anatomik quruluşu var. Onlarda anadan gəlmə və yaxud inkişaf qüsurları olur. Yəni displaziyalı olur, diz qapağının öz anatomik yerində olmaması olur. Bu sonraki dövrdə patellofemoral artrozlar deyirik biz, diz qapağının yanında olması. Çünki diz qapağı öz yeri ilə sürüşməyəndə, lateraldan sürüşəndə diz qapağının özünü sürtür, yeyir. Bu tamamilə başqa bir mövzudur, tamamilə başqa müalicəsi var, tamamilə yanaşma başqadır. Yəni heç bir aidiyyəti yoxdur və kifayət qədər də bu gün çoxdur və əksər həkimlərin buraxdığı bir belə deyək də digər ixtisas hansı ki, diz ağrıları ilə məşğul olur, PRP, ümumiyyətlə bilmədiyi bir işdir, bilmədiyi bir sahədir, çünki yanaşma fərqlidir. Yəni hətta əməliyyata qədər gedib çıxa bilir, sadə əməliyyatdan mürəkkəbə qədər. Yəni burada yanaşma artıq ortaya çıxır. Yəni ki, biz o sadə 2-3 müayinələrdən bir 90% hallarda əminəm ki, diaqnoz qoya bilirik. Amma verdiyimiz o sadə analiz və rentgen bəzən bizə yetərli olmur. Yəni orada hər şey normaldır, amma xəstənin dizi ağrıyır. Yəni bizim görüntülərdə. Artıq burada biraz daha incə axtarışı keçirik. Və yaxud bəzən düşündüyümüz olur, xəstənin imkanına bağlı tibbdə eksüvant müalicə var. Düzdür, onu çox adam qəbul eləməyə bilər, amma real olaraq əgər xəstənin maliyyə durumu varsa, yüngül 3-5 günlük müalicə yazıb effektinə baxırıq. Düşündüyümüz doğrudurmu, yanlışdırmı? Belə bir şey var, ona eksüvant müalicə deyilir, onu verə bilirik. Və yaxud birbaşa xəstənin daha dərin, incə müayinələrini olunur. O zaman MRT oluna bilər. Bəzən displaziyaları dəqiqləşdirmək üçün kompüter tomoqramma ola bilər. Daha digər immunoloji analizlər oluna bilər. Orada anti-GGP və s. var. Sonra əgər şübhə varsa, bel MRT-si oluna bilər. Mən bayaq yerdim, bel yırtığı ilə bağlı ola bilirsə ya da protüziya ilə bağlı ola bilirsə. Yəni bəzən təbii ki, klinik baxışda, əllə, yəni baxışda dizin o xüsusi testləri var. Biz onları eləyirik və onlarda bilirik artıq dizin içərisində maye var, yoxdur. Yəni klinik baxanda bilinir. Yəni onun üçün məsələn, yəni professional bir oynaq həkimi, artrologiya ilə məşğul olan bir professional həkim, yəni diz oynağını palpasiya eləyəndə, əllə müayinə eləyəndə, yəni artıq orada bir mayenin olub-olmadığını %100 bilir. Yəni onun üçün daha xüsusi bir müayinə, yəni gəl uziyə göndərək, gəl ultrasəs müayinə, o xüsusi bir önəm daşımır, yəni vermir. Yəni palpasiyada o bəllidir. Ən azından müqayisəli palpasiyada və sözdə. Yəni bunlar da əllə müayinə də kifayət qədər rol oynayır diaqnostikada. Ondan sonra məsələn bəzən menisk yırtıqları olur. Onlar xüsusi testlərlə artıq %90 bəlli olur və təsdiqi üçün məsələn MRT-yə göndəririk. Ondan sonra bəzən
bu şikayətlər qalır. Biz xəstənin digər xəstəlikləri varmı, yoxmu, onlarla məşğul oluruq, fikirləşirik, axtarırıq ki, bu ikinci bir xəstəliyə bağlıdır. Yəni əsas xəstəliyə bağlı olaraq artraloji sindrom var. Yəni oynaq sindromu var, artralgiya var. Yəni bunu da əgər biz oynaq xəstəliyi yoxdursa, real olaraq oynaq xəstəlikləri, yəni bilinən oynaq xəstəliyi yoxdursa, o zaman bu artralgik sindrom kimi hansı xəstəliyi varmı, ona bağlıdırmı? Onu da dəqiqləşdirilir. Yəni nəticə olaraq xəstəyə müalicə vermədən öncə mütləq də onun analizi, mütləq də onun diaqnozu bilinsin. Yəni diaqnozsuz xəstəyə müalicə yazılmır. Yalnız 3-5-2 günlük xəstəyə məlumat verilərək ki, bu eksimant müalicədir, 2 günlükdür, 3 günlükdür. Yəni belə bir şey ola bilər, amma davamlı xəstəni bir gördü, fikirləşmədən uzun müddətli dərman yazmaq doğru Doktor, deyil. bizə bəzən izləyicilərimiz yazanda deyirlər ki, bizi bir həkimə yönəldin Könül xanım, bizi analiz üçün qapı-qapı salmasın. Yəni bizim insanlarımız açığı sevmirlər ki, misal üçün həkim onu bir neçə analizə göndərirsə, nə ehtiyac var? Bir rentgen çəkdirin, bir müalicəni yaz deyirlər, sevmirlər adətən. Demək ki, əslində əgər həkim bir xəstəni bir neçə analizə göndərirsə, hədəf doğru diaqnoz qoymaqdan ibarətdir. O zaman həkimləri də incitmək olmaz. Əgər güvəndiyimiz, etibar etdiyimiz bir həkimi seçmişiksə, o bizi hansı analizlərə, hansı müayinələrə yönəldirsə, bunları mütləq etməliyik. Çünki mənə də bəzən deyirlər ki, bir rentgen çəkdirmişəm, bir həkimə göndərək, mənə müalicə yazsın. Getmək istəmirlər canlı müayinə ki, buna nə ehtiyac var? Amma buna nə ehtiyac var? Bunun cavabını hamısını çox gözəl izah etdiniz, doktor. Əlavə etmək istədiyiniz də varmı? Yəni, təbii ki, onlayn müalicə bu dəqiqə son dövrlər çoxdur, dəbdədir. Və onlayn müalicə, yəni bir rentgen göndərməklə, bir analiz göndərməklə də, analizin nəticəsini göndərməklə də olmur. Nəyə görə olmur? Çünki mən bayaq izah elədim, xəstəni görəndə bizə çox informasiya verir. Yəni, biz hətta xəstəni görəndə hansı müayinələrə göndərəcəyimizə informasiya verir. Biz xəstəyə baxanda, yəni klinik olaraq baxanda, dərinin xəstəyə əl vuranda, yəni dərisinə toxunanda, o xəstədə bizdə bir şübhə dolanır, burada artrit varmı? Hətta bir şikayəti yoxdur, yoxlanılır. Və xəstəni görəndə psoriazı varmı? Yəni bəzi nöqtələrə bir baxılır, varmı? Yəni bu heç vaxt xəstə bilinmir, heç vaxt demir, xəstə var ki, psoriazla 10 il, 20 il yaşayır, psoriatik artropatiyadır. Xəstənin özünün də bir xəbəri yoxdur. Və müalicə də almır, oynaq müalicəsi alır, tamamilə artroza aid, heç aidiyyəti yoxdur. Aydındırmı? Təbii ki, hər birində ağrı kəsici var, o biraz rahatlayır, amma bu müalicə deyil. İkinci bir şey, xəstənin bir şikayətlərindən danışanda bəzən sifət quruluşunda, habitusda bir fərqlər hiss olunur. Yəni xəstə var, gəlir, baxırsan, danışır, söhbət edirsən, şübhələnirsən ki, burada şəkər var. Adi bir şey deyirəm, deyirsən ki, sizdə şəkər var, deyir, yoxdur. Nə vaxt yoxlamısınız? Yoxlamamışam. Bəs nədən bilirsən yoxdur? Bilinmir. Yoxlayırsan, yoxlayaqmı? Yəni bu şeylərdən bir şübhələnirəm deyirsən, yoxlayaq. Şəkər çıxır. Yəni bu da xəstəliyin gedişatını ağırlaşdırır. Yəni yazıla bilən dərmanın daha şəkərə nə cür təsir edəcəyi bir sual altındadır. Ona görə nəzərə alınmalıdır. Yəni ona görə ən az heç olmasa həkim bir dəfə görürsə xəstəni tanıyırsa, ondan sonraki dönəmdə korreksiya üçün hardasa belə deyək də telefonla, nə bilim, onlayn, neysə bir yardım eləyə bilər, amma yenə müalicə deyil. Çünki əgər yenə bir şikayəti varsa, bəlkə həkimin özü bir dəfə baxıb buraxılmış bir şey var. O da hər kəsdə ola bilər. Yəni diqqətdən yayılan bir şey var. Həkimin yorğun vaxtına düşər. Həkimin nə bilim elə bir dönəm ola bilər ki, özü də buraxa bilər. Bildiyi bir şey də buraxa bilər. Bütün oldu. Necə? Həkim də robot deyil də, bu da bir insandır. Yəni ona görə təkrar baxış da bəzən informasiya verir. Başa düşdünüz? Və yaxud da ki, xəstə birinci dəfə gəlib, şikayətləri var, o şikayətləri getdi, təkrar bir şikayəti var, o heç ona bağlı deyil. Tamamilə başqa bir səbəbdəndir. Amma yenə onlayn da sən onu buraxa bilirsən. Yəni görə bilmirsən. Yəni bu şeylər var. İkinci, xəstənin rentgeni var, amma xəstənin aşağı ətrafları necədir bilinmir. Damar genişlənməsi varmı, yoxmu bilinmir. Trofiki yarası varmı, yoxmu. Damar seti, arterial nəbz varmı, yoxdur. Qidalanması pozulubmu, pozulubmu. Bunların hamısı çox önəmlidir. Ayaqda ödem varmı, yoxmu. Sonra bəlkə dizi də var, qızıl yeli var, bilinmir xəstə ya da xroniki bir proses var. Yəni onları sən rentgen, xəstə WhatsApp-dan sənə rentgen göndərir, analiz edir. Yəni onların sən heç birini görmürsən. Amma onların hamısı həm müalicəyə, həm düzgün müalicəyə böyük təsiri var. Səbəb ola bilərmi, doktor? Həkimi xəstəni heç görmədən sırf onlayn müalicə yazarsa həkim?
yəni mən çox tərəfdarı Yanıla bilər deyiləm. deyilmi diaqnozda həkim? Yox, baxın belədir də. Xəstənin diaqnozu göndəriblər. Rentgenə baxıram. Buradam ki, burada rentgen artrozdur, 3-cü mərhələdir, ya da 2-ci mərhələdir, 4-cü mərhələdir. Tutaq ki, sən artroza görə ümumi bir müalicə verə bilərsən. Amma xəstənin nəyi var, başqa nəyi var? Yəni sən axı xəstəni müalicə edirsən, xəstəliyi deyil. O zaman belə deyək də, xəstə baxdı, rentgenə girdi, yazdı 2-ci dərəcəli artroz. O zaman girsin internetə yazsın 2-ci dərəcəli artrozun müalicəsi və götürsün özünə tətbiq eləsin. Effekt alacaqmı, almayacaq. Çünki orada elə səbəblər var ki, həkim onu görür, həkim onun gedişatını təqib eləyir və müalicəsini təqib eləyir və yaxud da əməliyyat lazımdır. Bəzən paralel bir şeylər var. Həm dizində artroz var, rentgenoloji görsənir, 2-ci mərhələdir, amma şikayətləri ona uyğun deyil. Xəstəni MRT eləyirik, görürük ki, ona uyğun şikayət yoxdur. Yəni bu cür ağrımamalıdır. Yəni 2-ci dərəcəli artrozun ağrısı ilə 1-ci dərəcəli artrozun ağrısı dərəcəsini həkim bilir, amma xəstə bilmir ki, burada nədir. Ya da 4-cü dərəcəli artrozun ağrısı ilə 2-ci dərəcəli artroz ağrısı eyni deyil. Amma o gəlir şikayət eləyir. Biz baxırıq ağrının dərəcəsində xəstənin dizində 1-ci ya 2-ci dərəcəli artrozdur və biz bilirik ki, bu ağrının intensivliyi, xarakteri buna uyğun deyil, yəni bu görüntüyə. Baxmayaraq ki, var. Onda başqa bir müayinə aparırıq. Məsələn, görürük total bir osteonekroz var, sümük iliyi ödemi var. Hansı ki, müalicəsi tamamilə fərqlidir. Yəni bunu, amma rentgende göndərdim, bir rentgen, artrozum var, bunu elə keçəcək. Yoxdur belə bir şey, yəni düzgün deyil. Doktor, kök hüceyrə çox trenddədir. Söhbətin əvvəlində də onu qeyd etdiniz. Bugün dizə kök hüceyrə vuran tək travmatoloqlar deyil. Misal üçün, vuran nevroloq da var, kosmetoloq da var. Çox qəribədir. Deyək ki, kök hüceyrəni tətbiq etdilər, heç bir fayda görmədi xəstə. Zərəri ola bilərmi? Zərəri, ümumiyyətlə, hər bir müdaxilə bir zərər nöqtəsi var. Baxın, nevroloq dirsiz kök hüceyrə vurur. Nevroloq, yəni aseptik, antiseptik baxımdan nə dərəcə kompetentlidir? Birinci o sualı qoymaq lazımdır. Çünki aseptika, antiseptika bunu cərrahlar yaxşı bilir, cərrahlar əməl eləyir. Hətta bugün belə cərrahların özlərinin hər zaman bunun üstündə işlədiyi bir məqamlar var. Daha neyniyək ki, aseptik olsun, daha hansı maddədən istifadə eləyək? Buna aydınlıq gətirə bilərsin? Yəni, aseptika təmizlik, yəni müdaxilə eləyən zaman hər hansı çöldən, xəstənin özündən, xəstənin dərisindən, həkimin özündən, havadan, mühitdən istifadə elədiyi əşyalardan, iynədən və s. mikrobun bədənə düşməsinin qarşısını alan bir mövqeyidir. Ki, hansı ki, məsələn, biz tədbirlərdir. Hansı ki, biz, məsələn, diz oynağına bir iynə vururuq. Düzdürmü? Biz oynağına iynə vururuq. Sadə bir iynə vururkən, əgər yanaşma doğru olmazsa, düzgün tətbiq olunmazsa, aseptika, antiseptika düzgün əməl olunmazsa, xəstənin dizinə mikrob salına bilər. O mikrob o xəstənin həyatını məhv edir. Xəstə bütün qalar küçələrdə, həkimlərdə və s. dizi şişər, irinləyər və diz oynağının mikrob qapması, mikrobun diz oynağının içinə girməsi, irinləməsi, siz belə təsəvvür eləyin də, mantara, yəni qubqaya su tökmüsən, sən onu çıxardırsan. Qubqadan suyu çıxarda bilərsən sıxmadan. Bax, diz oynağından da mikrobun çıxmağı elə bir şeydir. Yəni, müalicəsi onun kimi bir şey təsəvvür edir. Yəni, o mikrobu qapdısa, bitdi yəni iş. Yəni, bunun da bu qədər təhlükəli, risklidir, doktor. Bəli, bu risklər var. Sadəcə olaraq bizdə sanki hər kəs ya bilmir. Cahil cəsarəti demək olarmı, doktor? Tamamilə doğrudur. Bilmədikləri bir işlə məşğul olurlar. Tamamilə doğrudur. Çünki onun ağırlaşmalarını dərk eləyib bilsələr, o işi getməzlər. Eləməzlər onu, bəli. Yəni, dərk eləyib. Ya da ki, o niyə, mən onu başa düşərəm. Yəni, insan tibbi müdaxilə yol veriləndir. Yəni, kompetentlidirmi, eləyə bilərmi, bacararmı? Oynaq iynəsi sadə baxılır. Yəni, əvvəllər, məsələn, 2025-dir də, bir 15 il bundan qabağa açsaq, oynaq iynəsini çox az sayda həkimlər vururdu. Çox az sayda. İndi hətta az qalıb medsestra da vursun, tibb bacısı belə vursun. Amma oynaq iynəsinin vurulmasının statistik bir şeyini sizə deyim. Diz oynağına vurulan iynənin %30%-ə qədəri oynaq daxilinə düşməyə bilər. Bu statistikadır. Amma burada təsəvvür edin ki, bu sahəni bilənlər, eləyənlər bu statistikanı çıxardıblar. İndi siz düşünün ki, bu sahəni bilməyənlər nə qədər vururlar. Yəni, mən əminəm ki, bu sahəni bilməyənlər %70, bəlkə %90 oynağın içine düşmürlər.
Çünki oynaq özü bilirsiniz tək bir boşluq deyil. Oynağın içinin boşluğu nazik bir təbəqədir. Çünki qalan hər bir şey yumşaq toxuma, belə deyək də, insanların başa düşəcəyi ət və pi ilə doludur. Aydındır mı? İynənin ucu gedib, məsələn, vurdunuz, bu boşluğa düşməlidir, amma ətin içinə girir. Məsələn, Hof pi cisimciyi var dizin önündə. Pi cisimciyin içinə girə bilər. Yuxarıda diz qapağının 8 santimetrə qədər yuxarı bir məsafədə oynaq boşluğu var. Amma oynaq boşluğu sanki belə bir kitab kimidir. Yəni sən bunun arasına düşməlisən. Başa düşdünüzmü? Təsəvvür edirsinizmi? Nə qədər peşəkar olmalı sanki. Yəni orada isə oynağın sinovial qişası çox nazik pərdədir. Yəni belə pərdədir və onun üzəri pi toxuması var, altında pi toxuma, yəni sümük var, sümük üslüyü var, sonra sümüyün üzərinə xüsusi yumşaq toxuma, pi toxuması var, sinovial qişə var. Yəni sən istər-istəməz iynənin ucu da həmin o toxumalara girdisə, sənin vurduğun iynə gedib orada toplanır. Yəni oynağa düşmür. Effektivliyi varmı? Yox kimi bir şeydir. Kortikosteroid də effektiv olacaq ona görə ki, həmin iynəli əzəliyə vursan da həmin effekti alacaqsan, o nahiyə vursan da həmin effekti ala bilərsən. Başa düşdünüzmü? Yəni bunun özü belə çox, yəni belə deyək də, sadə deyil. İnsanlar sadə baxırlar. Yəni oynaq mayesi var, oynağın içərisi doludur. Oynağı punksiya eləyirsən, maye çıxır. Maye çıxdığı anda belə, əgər oynağın içində iynəni hərəkət edirsənsə, oynağın ucu keçib təzədən yumşaq toxumaya toxunur və görürsən maye gəlmir. Artıq orada yumşaq toxuma iynənin içində, iynə yumşaq toxumanın içinə girib. Yəni belə bir hallar olur. Yəni ona görə də yəni bu işi yəni, sadə kimi baxmaq heç doğru deyil. Yəni insanlar artıq hər şeyi sadələşdiriblər. Yəni o qədər sadələşdiriblər ki, çox adi gəlir doktor 15-20 il bundan qabağa bəli xəstəyə oynaq əzələ daxili, yəni yana ya qola vurulan iynə təyin eləyəndə onlar tibb bacısı axtarırdılar qonşuda, ətrafda ki, evdə vura bilən olsun. Bu gün təyin eləyəndə hamı çox rahatçılıqla bizim evdə vururlar deyir. Amma siz biləsiniz kifayət qədər insanın o iynədən düz vurulmaması, məsələn, oturaq sinirinə toxunması və yaxud infeksiya verməsi qədər hallar var. Təbii ki, bu halları çox qəribədir ki, hamı örtbasır eləyir, heç vaxt üzə çıxmır, amma kifayət qədər var. Yəni, bunun özü də bir ona görə mütləq bir mütəxəssisə müraciət etmək lazımdır. Mütləq, yəni, oynaq iynəsi ciddi bir şeydir. Doktor, son sualla da söhbətimizi yekunlaşdırmaq istəyirəm. Bir də bəzi insanlar var ki, hətta bizə də yazanlar olur ki, Könül xanım, bir həkim gələcəksə ən yaxşı, ən güclü ağrı kəsicini bizə desinlər. Yəni, müalicə yenə istəmirlər, ən yaxşı ağrı kəsici. Və bunu da aydın yazırlar ki, misal üçün, dizimdə ağrı var. Əgər bugün evdən bayıra çıxacamsa, qonaq gedəcəmsə, marketə düşəcəmsə, ağrı kəsicidən istifadə edirəm. Gedirəm, işlərimi həll edirəm, qayıdıb gəlirəm. Başqa vaxt evdən çıxmağa da ehtiyac olmur. Belə deyənlər də olur. Yaxud da onu yazanlar olur ki, istifadə etdiyim ağrı kəsicilər yaxşı təsir etmir. Elə bir həkim varmı ki, bizdə daha yaxşı, daha güclü ağrı kəsici yazsın? Yenə də müalicə düşünmürlər. Bəzilərdə müxtəlif deyirlər ki, biz nə bilim istilik qoyuruq, buz qoyuruq, vanna eləyirik falan. Bax, bu xalq təbabətində də münasibətinizi öyrənmək istəyərdim, doktor. Bir uzun müddət ağrı kəsicidən istifadə etməyin bir fəsadı ola bilərmi? Hansı ki, hesab edirlər ki, idarə edə bilirlər günlərlə, aylarla. Bir də bu vanna qoymağın, nə bilim isti qoymağın, buz qoymağın bir faydası ola bilərmi diz ağrılarına? Olmazsa hətta zərəri ola bilərmi? Birinci, zərəri ola bilər, doğru düzgün təyin eləməyəndə. Onu təbii ki, həkim təyin eləyə bilər. İstilik proseduru yaxşı bir şeydir, qan dövranını yaxşılaşdırır. Qan dövranı yaxşı olan yerdə, qan dövranı gedən yerdə mübadilə artır və s. Soyuq da yaxşı şeydir, iltihabı azaldır, ağrıya təsir eləyir. Amma onun hansının nə zaman tətbiq olunacağını həkim xəstəliyə və xəstəyə uyğun olaraq təyin eləməlidir. Tam tərsinə əks effekti ola bilərmi, doktor? İsti qoysun, lap isyan olsun, soyuq olsun, lap əgər ayaqda, ətrafda bir iltihabı proses varsa, siz ora təbii ki, yəni irinli, infeksiyalı bir şey varsa, siz onu isti qoyub daha bərbad edə bilərsiniz. Əgər, məsələn, ətrafda bir artrit bir problemi varsa, o xəstə rütubət, soyuq, o xəstələrin qənimidir. Sən ora buz qoyub daha da ağrılarını artırıb, daha bir narahatçılıq verə bilərsən. Bu, isti-soyuğa olan münasibət. Bəs vanna, doktor? Vanna nə vannası? Məsələn, deyilək ki, biz ayağımızı vannaya qoyuruq, dizimizi ağrıyır vannaya. Dizini mi vannaya qoyur? O nə vannasına? İsti vanna mı, soyuq vanna mı? Yəni, əgər isti vannadırsa, istiliyə görədir effekt.
Əgər yox, o tərkibində başqa şey varsa, vanna, məsələn, kükürtlü vannalar var, naftalanlar var, bunlar tamamilə başqa mövzudur. Bunlar tamamilə xəstəliyə bağlı təyin olunacaq bir şeydir. Bunlar tibbi prosedurlar sayılır və bunları yenə də professional həkim təyin etməlidir. Və orada da bəzi analizlər olunmalıdır ki, bu xəstə olar, olmaz. Bu başqadır. Yəni ona görə kör təbii ilə nə gəldi eləyək, qonşum istifadə elədi, mən də istifadə eləyim. Hayır, yox, o doğru deyil. Yəni tamamilə. Çünki qonşuda bu tək oynağın 96 nozoloji vahiddə bir xəstəliyi var. Oynaq, travmasız. Tək oynaq xəstəliyi. Bilmirsən qonşunda hansıdır? O 96-dan hansıdır? Üstə gəl onun travması varmı? Üstə gəl onun başqa bir xəstəliyi varmı? Şəkəri varmı? Mübadilə pozulması varmı? Tiroidit varmı? Nə varmı? O da bilmirsən. Yəni onlar hamısının təsiri var. İkinci məsələ, sualınız ağrı kəsicidən söhbət gedir. Bəli, uzun müddət ağrı kəsici normal, istifadə etmək. belə deyək də, yaxşı həkimlər zəif və güclü ağrı kəsiciyə qədər hamısı tanıyır. Yəni mən düşünmürəm ki, hansısa həkim hansısa ağrı kəsicini tanımasın. Ən güclüsünü bilir. Ən güclüsünü də bilir, ən zəifini də bilir. Sadəcə o xəstəyə hansı lazımdır? Birinci onu təyin edir. İkinci, o xəstənin başqa bir xəstəliyi varmı? Çünki o dərmanları təyin eləyəndə başqa xəstəliklərini nəzərə alınır ki, bunun bu xəstəliyi var, mədə problemi var, bağırsaq problemi var, qəbizliyi var, kökdür, arıqdır, bir çox başqa bir nə xəstəliyi var. Onlara bağlı da təyinatları olur. İkinci, təbii ki, bütün ağrı kəsicilər və bunlar əksərən qeyri-steroid və steroid qruplarına bölünür və verilir. Və bunların da mədə-bağırsaq sistemindən mənfi təsiri var, az və ya çox dərəcədə var. Yəni uzun müddət içməsi xəstənin orqanizminə bağlı. Bəzən problem yarada bilər, bəzən tam sağlamdır, bəzən problem yaratmaya bilər. Doğru qəbul belə şeylər. Yəni ona görə də ona ən yaxşısı öz həkimi hansı ki müayinə eləyib, hansı ki müalicə eləyib, hansı ki bilir. Yaxşı olar ki, professional olsun, artroloq olsun, oynaq sahəsini bilən adam olsun ki, yəni oynağı müalicə eləsin. Gəldiyinizə görə təşəkkür edirəm doktor, çox sağ olun. Əziz tamaşaçılar, bizim qonağımız tibb üzrə fəlsəfə doktoru, travmatoloq, ortoped Ayaz Hümbətov idi. Sizinlə isə sağollaşırıq. Əziz tamaşaçılar, həftə içi 5 gün sağlam səhət verilişini izləməyi unutmayın. Hər zaman çalışırıq ki, sizləri maraqlandıran mövzularla sizin qarşınızda olaq. Sağ olun, sağlıqla qalın.